Salam dostlar, mən hal-hazırda sizə bir hackerlıqda bir zarafat yöntəmi öyrədəcəm. Bu yöntəm sayəsində hansı bir dostunuza zarafat eləyə bilərsiniz, onu belə güldürə bilərsiniz. Amma əsəbləşə də bilər, ciddi zarafatdır biraz. Buna bağlanmayan pəncərə zarafatı deyilir. Məsələn, VBS. Burada deməli, bayaq kopyaladım mən, ona görə, yəni kopyalamadan linkini aşağıda yazaram. Deməli, yazırıq do, altdan enter basırıq, MSG box, sneakers. Əslində bunu biraz dəyişdirək. Bura dırnağı görürsünüzmü? Bura istənilən şeyi yazmaq olar. Məsələn, mən yazıram, səni axmaq, hackləndi. Mənası olsun deyə belə bir şey də qoymaq olar. Siz də nə istəyirsinizsə yaza bilərsiniz. Yəni, öz işinizdir. Bunu X-i basacaq buradan. Yox, indi farklı bunu sizə göstəreyim. Deməli, do msgbox. Mən bura istənilən şey yazmaq olar. Yəni, maraqlı olsun, sən axmaq, hackləndin. VB critical, Windows, not uzantısını kesinlikle, yəni bunu dəyişim. Yəni bunun uzantısını mütləq dəyişmək lazımdır. VBS olaraq. Keçən dərsimizdə mən sizə onu bat olaraq dəyişməyi göstərmişdim. Matrix modulacaq hatırlayırsa. Burada amma VBS-dir faylda. Element saxlanit kakaciri. Burada yazırıq məsələn. Bu oyunlarda oynayanda yəni istifadə edilmiyor ama her ihtimala qarşı VBS-ni amma olacaqını yazırıq. Saxlanıta verir. Gördüğümüz kimi belə bir şəkil aldığını heç vaxt basmayın. Bastığınızda açacaq. Elə basmalı olacaqsınız sizdə. Basmayın. Elə bir şey. Bunu da buradan deməli dəqiqə yarılık eləyək burada. Sözdən burada yarılık var ya. Kısa yoldan eləyəcək. Kısa yoldan olsun dəqiqə. Bəli, dediyim kimi burada kısa yoldan eləsək daha rahat olacaq. Həmçinin siz heç vaxt bunu tıklamayın. Yəni tıklasaz əziyyətini görəcəksiniz. Məsləhət deyil. Mən özüm sınamışam %100. Yəni heç kimə də məsləhət görməm belə axmaqlıq eləmək. Burada obyektimizi seçirik. Dəqiqə. Obzora giririk. Buradan bu robot stoğa basaq. Diskopda. Oradakı hansıydı bizdə? İlə. Aha. Buna basırıq. Okey. Tamam. İndi. Okey basır. Nihazi çaytanlara baxacaq deyiləmi. Bəli, bunun yarılıqını dəyişdik. Gördüyümüz kimi yarılıq oldu. Bunu insanın belə bir şeylə toxunmasına görə baxacağım. Və yenə də diqqətinizə görə çox sağ olun. Sizin işləməyi xoş gedir. Abunə olmağı unutmayın.